Salam dəyərli izləyicilər, Qurban Bayramı ərəfəsində ətin qiyməti 15-25% aralığında qalxacaq. Bu barədə iqtisadçı Akif Nəsirli Qlobal Infoya danışıb və bildirib ki, qiymət artımı realdır və məntiqlidir. Çünki istehsal xərcləri kəskin yüksəlib, yem, baytarlıq dərmanı, nəqliyyat və saxlama xərclərində son bir ildə 20%-ə yaxın bahalaşma qeydə alınıb. Fermer üçün bu xərclər birbaşa maya dəyərinə təsir edir. Heyvanı saxlamaq, kökəltmək, şəhər bazarına gətirmək əvvəlki illərlə müqayisədə xeyli baha başa gəlir. Fermerlər bazarın qaydasını yaxşı bilir, bayram qabağı tələb pik həddə çatır və bu dövrdə qiyməti qaldırmaq tam iqtisadi davranışdır. Təklif məhduddur, alıcı isə dini vəzifəsini yerinə yetirmək üçün almağa məcburdur və nəticədə qiymət artımı qaçılmaz olur. Ən vacib məqam isə vaxt faktorudur. Təcrübə göstərir ki, bayramdan əvvəlki son 2-3 həftədə qiymət sıçrayışı 10-15% təşkil edir. Yəni mayın əvvəlində 800 manata təklif olunan dana mayın 25-26-sında 900-920 manata satıla bilər. Ümumiyyətlə bilmirəm, təkcə bizdədirmi, dünyanın digər ölkələrində də varmı? Xüsusən belə deyək, dini bayramlarda qiymətləri belə qaldırmaq. Şərh bölməsində yazın. Kim hansı ölkənin təcrübəsini bilirsə yaza bilər.